Aleykum assalam bərəkatuhu. Əslində İranlılar Fələstini müdafiə eləmirlər. Fələstinin torpağının getməyinə, itməsinə, azalmanın səbəbi elə birbaşa İrandır və İrana orada tabe olan həmən o təşkilatlar. Hansılar ki, hər dəfə sülh bağlanır və onlar yenə də onlara İsrailə hücum edirlər və onlar da hücum edib, İsrail də hücum edib Fələstin torpağını alıb bitiriblər. Bax, bu oyun gedib orada indiyə kimi. Düz 47-ci ildən bu yana bu oyun gedir. Burada da zahirin elə görsən ki, İran Fələstini müdafiə edir, amma xeyr, İranın Fələstin torpağının azalmasında birbaşa və ya da dolayısız yolla müdaxiləsi var. Yəni Fələstin torpaqlarının azalmasının birbaşa səbəbkarı İran və bir də İrana tabe olan həmən o hərbi təşkilatlardır. Yəni burada heç bir yardımdan filandan söhbət getmir. Necə olur ki, İran Suriyə bir dənə raket tulluyur, balistik raket, oradan 50-60 nəfər ölür. Amma İsrailə 400 dənə raket göndərir, amma orada cəmi bir dənə ərəb ölür. Niyə? Çünki göndərdiyi raketlər özü belə hamısı oradakı ərəb torpaqlarınadır. Çünki vaxtı ilə İsrailin Fələstindən işğal etdiyi torpaqlar var ki, hansı ki, orada bu dəqiqə ərəblər yaşayır, amma İsrailin tərkibindədir. İranın tulladığı raketlər də elə həmən ora gedir. O ərəblər olan yer, müsəlmanlar olan yerə. Bax, söhbət ondan gedir. Yəni, hər şey görsəndiyi kimi deyil. Aleykum assalam bərəkatuhu. Ümumiyyətlə, yuxu elmi ilə məşğul olmaq deyə belə bir sənət yoxdur, belə bir peşə yoxdur, belə bir fən yoxdur. Sadəcə, yəni biz belə bir adam da yoxdur, nə bacı, nə qardaş yoxdur, hansı ki, şəriətdən düz yoza bilsin. Sadəcə, yuxu yozmada belə bir qayda var. Yəni, insanda Quran və sünnədən elm olmalıdır. Və ikinci də insan bilməlidir ki, yəni pis yuxunu heç vaxt danışmaq olmaz, bu bir. İkinci də danışılan yuxunu kimsə elmi olan yozmaq istəyirsə, onu yalnız və yalnız xeyrə yozmalıdır. Bax, budur, vəziyyət budur. Pis yuxunu heç kim danışanmaz, danışmaq olmaz, onu unutmaq lazımdır. Yaxşı yuxunu isə ancaq yaxşıya yozmaq lazımdır. Aleykum assalam bərəkatuhu. Əslində, əgər onlar həqiqətən də iddia edirlərsə ki, onların qəlbləri təmizdir, pakdir, sabitdir, tembol onlar ibadət eləməyə bizdən daha haqlı olmalılar. Çünki biz Peyğəmbər sallallahu aleyhi və səlləmə baxanda, biz görür ki, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin, yəni keçmiş və gələcək günahları bağışlandığı halda, o çoxlu oruclar tutardı, sədəqələr edirdi, ümrələr eləyərdi. Peyğəmbər sallallahu aleyhi və səlləm gecədən səhrə kimi çox hissəsini namaz qılardı. Gündə çoxlu istiğfar eləyərdi, zikirlər eləyərdi. Yəni, hər kim ürəyi təmizin iddia edirsə, hər halda Peyğəmbər də təmiz ola bilməz də. Amma Peyğəmbər sallallahu aleyhi və səlləm bu qədər təmiz, pak olduğu halda, amma onun elədiyi ibadətləri bax və bugünkü gündə isə həmən bizim ürəyimiz sabitdir, təmiz deyən insanlara bax. Yəni, o insanlar təbii ki, cahil insanlardılar. Onlara dəvət edən də onlar yanlarında gördükləri, bildikləri namaz qılan kişiləri və ya hicablı qadınların bəzi xatı əməllərini görür, misal çəkirlər. Amma onlara başa salmaq lazım, qardaş, nə sən onların yerinə cavab verən deyilsən, nə onlar sənin yerinə cavab verən deyil. Hərə öz əməli ilə, öz yaxşı və yaxud da tərəzinin sol, pis və yaxud da sağ və yaxud da sol gözünə öz yükünü yığır. Yəni, sən onlara görə cavab verən deyilsən. Ona sən onlara yox, sən Rəbbinin sənə verdiyi əmrə bax. Peyğəmbərin sənə verdiyi əmrə bax, ona itaat elə. Amma sən insanlara baxma, kim neynədir, kim neynəmədir. Zaten biz insanlara görə hərəkət eləsi olsaq, gəl onda bütün aləm necə giyinirsə, bütün hamı onun kimi giyinsin, nə hərəkət eləyirsə, onun kimi hərəkət eləsin, bu da düzgün deyil. Onun üçün, ağıl sahibi olan insan belə cümlələr işlətməz ki, bizim ürəyimiz təmizdir, pakdir və s. Yəni, bu ağıl sahibi düşünən insan bu cümlələr işlətməz. Aleykum assalam bərəkatuhu. Ümumiyyətlə, o Xıdırzın deyilən, həmən o pir kimi deyilən, həmən o insan adı ilə bağlı, onun Peyğəmbər olub olmamağında ixtilaf var. Yəni, bəzi alimlərə görə Peyğəmbər olub, bəzi alimlərə görə isə yəni salih insanlardan olub. Yəni, baxmayaraq ki, əksər rivayətlər onun Peyğəmbər yox, yəni salih olmağını da bildirir.
Yəni peyğəmbər də ola bilər, salih insanlardan ola bilər. Amma burada məsələ nədən gedir? Hətta peyğəmbər olmağına əmin olsaq belə, yəni kiminsə qəbrinin yanında dayanıb, yəni qəbirdən istəmək olmaz, o şirkdir. Yəni nəinki Xıdırsın, hətta peyğəmbər sallallahu əleyhi yanının qəbrinin yanında peyğəmbərdən istəmək şirkdir. Yəni insanı dindən çıxarır. Ona görə həmən insanlara başa salın ki, qardaş, İslam dinində dua üçün xüsusi bir məqam yeri yoxdur. Yəni insan harda istəyirsə, evində, məsciddə, yolda gedə-gedə, yağış yağanda, gecənin son üçlərində dua edə bilər. Amma sırf illah ki, mən dua üçün gedim qəbrin yanında qəbirdən istəyim, bunu eləmək olmaz. Bu şirkdir, insanı dindən çıxardır. Həmən insanları da başa salın ki, nə Quranda, nə sünnədə, hədislərdə belə bir şey gəlməyib ki, sən qəbirdən istəməlisən və ya da gedib qəbrin yanında istəməlisən. Xeyr, belə bir şeylər varid olmayıb. Ona görə hətta o peyğəmbər, Xıdırsın baba peyğəmbərdirsə də belə, yəni orada ondan istəmək şirkdir, amma onun həmən o yerdə dayanıb ümumiyyətlə dua eləmək isə o da bidətdir. Yəni kiçik şirkdir və ya da bidətdir. Yəni hər bir halda insan elə bir şey eləməli deyil. Elə bir şey eləyən varsa, qəbirdən istəyən varsa tövbə eləməlidir, Allahdan bağışlama diləməlidir. Çünki insan böyük şirk üzərində ölərsə, Allah qorusun əbədi cəhənnəmlik olar. Və hətta orada qəbirdən istəməsələr də belə, orada dayanıb Allaha dua eləsələr belə, bunun özü bidətdir və hətta kiçik şirk sayanlar da var. Yəni həmən bidə əməli eləmək olmaz. Həmən insanlara başa salın ki, əksinə Quran, sünnə, ayə, hədislər onu göstərir ki, yəni insan Allahdan başqa kimdənsə istəməli deyil. Yəni başa salın Allahın izni həmən insanlara. Aleykumussalam və rahmetullah və bərəkatuh. Ümumiyyətlə namazda rukudan qalxanda, yəni səcdəyə getməmiş əlləri sinəyə qoymaq barəsində, yəni mən bildiyim qədər rivayət yoxdur. Çünki Şeyx Albani rahmehullah namazı məni necə qılırsın elə qılın adlı kitabında, yəni Sallu kəmə rəaytumuni usalli, həmən o kitabda şeyx orada rivayətləri gətirib və şeyxin tərcih elədiyi, üstün gördüyü odur ki, yəni o barədə açıq-aşkar hədis yoxdur. Sadəcə müasir alimlərdən Şeyx Umbaz, Şeyx Hüseymin rahmanullah və qeyrilərin əsas gətirdiyi odur ki, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm rukudan qalxandan sonra əlini əvvəlki istiqamətə qoyardı. Onlar da deyirlər ki, yəni rukudan əvvəl olan hal əli bağlı, deməli insan rukudan qalxanda yenidən əllərini bağlamalıdır. Bax, istinad elədiyi dəlillər budur. Ona görə baxırsan ki, bu məsələdə müasir günümüzdə əksərən ən çox, məsəl üçün Sauddur, Kuveytdir, bu kimi dövlətlərdir ki, yəni xalic ərəb dövlətlərdir ki, yəni əlləri namazdan sonra bu cür təzən tutulur. Amma digər dövlətlərdə baxsan, yəni müsəlmanlar namazdan sonra bu cür əllərini yerində bağlamırlar. Yəni bu da deməkdir ki, yəni əgər bizim yerdə yəni insanlar o cür əməl eləmirsə, yəni elm tələbləri, dəvətçilər o cür əməl eləmirsə, yəni insanlar da onlara baxıb eləməməkləri daha yaxşı olardı Allahın izni ilə. Yox, amma kimsə ki, illah ki, desə ki, yox, bu İbn-Baz rahmanullah eləyib, bunu Şeyx Fozan rahmanullah eləyib, Həfzəhullah, Şeyx Hüseymin və digərləri, mən də onların rəyinə əsasən əlim bağlı, heç bir problem yoxdur. Yəni, heç bir problem yoxdur. Aleykumussalam və rahmetullahi və bərəkatuh. Muhammed sallallahu aleyhi və səlləm hədisi var ki, bəlliğu ənni vələv əyə. Məndən bir ayət olsa belə çatdırın. Yəni, o deməkdir ki, əgər bir insan bir məsələni, hansı ki, belə deyim də, qlobal bir məsələ deyil, yəni, böyük alimlərin dərəcəsində olan bir məsələ deyil, misal üçün, təkvir məsələdir, təbdi' məsələsi, tafsik məsələsidir, hökm vermək və s. Yəni, bu kimi məsələlər deyilsə, hansısa bir fiqhi məsələdə bir dəlil bilir, yəni alimin hansısa bir görüşün bilirsə, niyə də deməsin? Niyə də deməsin? Demək də lazımdır, bəli, insan, elm nədir? Elm insan bildiyini yaymaqdır. Ona görə ərəblərdə belə misal var ki, qad yücədi fin nəhr mə lə yücəd fil bəhər. Hərdən çayda olan balıqda olmur.
Baxma, insan nə qədər oxuyub, öyrənir, yəni dəniz kimi, bəhər kimi bilsə də, amma hərdən görürsən ki, axar çayda, yəni az bir müddət elm öyrənən elə bir dəlil bilər ki, o dəniz boyda elm olan onu bilməz. Ona görə insan əgər hədisi, ayəni, hansısa bir fikri məsələdə, hansısa bir ümumiyyətlə dini bir məsələdə əminliklə, yəqinlə bilirsə, bəli, dəlil kimi istifadə edə bilər. Niyə də olmasın ki? Aleykümselam Rahmetullah Berekatuhu. Alimlər deyir ki, yəni müasir alimlər deyir ki, Quran haqqı and içməyi forması icazəli deyil. And içmək Quranda, sünnədə gəldiyi kimi vallahi, billahi, tallahi. O cür and içənə Quran haqqı and içmək, yəni müasir alimlər deyir ki, düzgün deyil. Aleykümselam Rahmetullah Berekatuhu. Bəli, bu ola bilər. Ola bilər ki, yəni kiminsə gözü dəyib, gözü qalıb, nəfsi qalıb, bu ola bilər. Yəni, amma mütləqən deyil ki, hökmən belədir. Yəni, əgər tam kimsədən bir əşya istəyirsə və sən onu vermirsənsə və sonra əşya düşüb sınırsa, ola bilər onun göz dəyməsindən olsun, bu ola bilər. Göz dəyir ona, həmən insan, həmən əşyaya gözü dəyib, ondan da ola bilər. Ola da bilər göz dəymə ilə deyil, sadəcə Allahın qədəri ilə. Yəni, ehtimal ola bilər, göz dəymə də olsun, həm də olmasın. Mütləqən olaraq insan, yəni net desin ki, bu oldu ona görə ki, filan kəsin gözləri. Bax, bunu inatkarlıqla, təkidlə demək olmaz. Ehtimal ola bilər ki, gözləyə və ehtimal da ola bilər ki, elə qədərlə də sınıb da. Yəni, onun gözü ilə heç bir əlaqəsi olmasın. Və aleykümselam Rahmetullah Berekatuhu. Bacı qorxulu yuxu görür və yadına düşdükcə qorxur və deyir ki, bu reallaşa bilərmi? Nə qədər ki, insan pis yuxunu heç kimə, nə suya, nə daşa, nə yola, nə itə, nə qurda, nə cinə, nə insana, yəni heç kimə danışmayıbsa, öz qəlbində saxlayıbsa, bu Allahın izni ilə həyata keçməz. Amma bunun unutmaq yolu nədir? Unutmaq yolu odur ki, birinci insan hər pis gördüyü yuxunu yaddaşından çıxarsın. Yəni, onun əksini Allahdan xeyirlə umsun. Yəni, onu qəlbində saxlamasın. Çünki onu yaddaşında, zehnində saxladıqca, necə belə deyim də, təhtəşşürur var da, bizim Azərbaycanda buna təhtəşşürur deyirlər. Yəni, zehinaltı yaddaş. Yəni, insan onu nə qədər xatırladıqca, o onun gözün qabağında aktivləşir. Yəni, daimən təzələnir. Elə bir telefonun aktiv yaddaşı kimi. Bir var gigabayt yaddaş, bir dənə var onun RAM-ı, yəni operativ yaddaş. Bax, insanda da təhtəşşür odur. Yəni, insan o daimən xatırladıqca onun yaddaşından getmir. Gözün qabağına gəlir, yaddaşından getmir. Yəni, belə pis yuxular insan gecə yatdı, səhər durub, xatirindən çıxartmalıdır və salam, yaddaşından çıxartmalıdır. Çünki yaddaşından çıxartmalıdır ki, artıq onun zehnindən çıxsın, geçsin. Yəni, nə qədər danışmayıbsa, Allahın izni ilə o yuxu inşallah ki, keçməz. Yəni, baş verməz Allahın izni ilə. Aleykümselam Rahmetullah Berekatuhu. Xeyr, duha namazı davamlı vacib deyil, amma davamlı qılmağı sünnə uyğunu, münasibdir, yaxşıdır. Yəni, əgər insan duha vaxtını məktəbdə qıla bilməyibsə, məsəl üçün gələ bilər evə, hansı günü qılmayıbsa ya, nə vaxt evə gəlsə, həmən evdə onun qəzasını qıla bilər. Yəni, qılmadığı sayla qıla bilər Allahın izni ilə. Amma vacib deyil. Yadda saxlayın, fərz namazlar 5-dir. Sübh, zöhr, əsr, məğrib, işa. Amma digər səbəb, nafilə namazlar, onlar fəzilətlənmələrdir, təkid olmuş sünnələrdir. Vacibə yaxın ola da bilər, amma vacib hökmündə olmur. Onlardan da biri duha namazı. Aleykümselam və Rahmetullah Berekatuhu. İnsan yəqinliyini necə artıra bilər və bir də insan özü səbr edib etmədiyini necə bilə bilər? Təbii ki, insan yəqinliyini artırmaq üçün birinci elm öyrənməlidir. Yəni, şəri elmi öyrənməlidir. Əla xüsusda başda uluhiyyə, rububiyyə, əsma sifət, yəni tovhidi öyrənməlidir. Və insan imanın rukunlarının, ərkanlarını öyrənməlidir. İnsan əqidə elmini öyrənməlidir, insan ad və sifətləri öyrənməlidir. Yəni, insan nə qədər çox Allahla bağlı elmi öyrənərsə, bir insanda bir o qədər də yəqinlik artır, necə ki, bunun sələf alimləri zikr elədikləri kimi. Amma insan səbr edib etmədiyini təbii ki, özü bilir. Əgər bir şey baş verən ki, insan dərhal özündən çıxırsa, hoppanırsa, düşürsə, qışqırırsa, təbii ki, bu onun səbirsizliyidir.
Amma yox, insan öz halından bilir ki, yəni hər şeyə təmkinlə yanaşır, hikmətlə, səbrlə yanaşırsa, öz halını insan daha gözəl bilir. Ona görə hər bir insan öz halının, özünün səbirli olub olmadığının sualının cavabını özü bilir. Aleykum assalam və rəhmətullahi və bərəkatuhu. Əgər bir dərmanın tərkibində etanol spirt varsa, hansı ki, mən şəxsən özüm Şeyx Hüseyn Rəhməllahın yəni fətvasını eşitmə oxumuşam, yəni həm dinləmişəm o barədə. Yəni şeyx cüzi bir faiz isə 1%, 2%, 3% belə problem görmür. Çünki deyir ki, o onun dərmanın spirtləşdirmir, yəni ona təsir etmir. Amma yox, orada müəyyən bir faiz varsa, hətta görsən, məsələn, bəzi dərmanlarda və deyirlər, bunun tərkibində 30%, 35% spirt var. Təbii ki, bu artıq spirtləşmə deməkdir. O birbaşa insanın əqlinə, belə deyim, hallanmasına gətirib səbəb olur. Təbii ki, bunlar qadağandır. Amma yox, orada cüzi bir faiz varsa, 1%, 2%, hətta bəzi dərmanlar var, görsən orada 1%-in azdır. Məsələn, 0,05-dir. Yəni 1%-in yarısı qədərdir. Cüzi bir faiz isə inşallah ki, bir problem yoxdur. Amma yox, müəyyən bir miqdar faiz varsa, təbii ki, artıq harama çevrilir. Aleykum assalam və bərəkatuhu. Bəli, səhih hədislərə əsasən 70.000 insan olacaq ki, yəni tövhid əhli olacaq ki, onlar cənnətə, yəni sorğu-sualsız, yəni cəhənnəm görmədən girəcəklər. Tövhid əhli olmaq üçün də insan gərək tövhidi yaşasın, tövhidi yaysın, tövhidi ucaltsın və tövhidin tələb elədikləri bütün əmrləri yerinə yetirsin və tövhidin çəkindirdiyi bütün qadağalardan çəkinsin. Yəni, yalnız insan bu halda tam kamil tövhid əhli kimi olar və o cürdə Allahın izniyle dünyasını dəyişər. Aleykum assalam və rəhmətullahi və bərəkatuhu. Ümumiyyətlə, bu cür hədiyyələri yəni baxmaq lazımdır, yəni kimə verirsən. Yəni, insan hədiyyə verən zaman qarşısındakı insanı nəzərə alıb o hədiyyəni verməlidir. Yəni, baxmalıdır, ibadət əhlidir, yoxsa ibadət əhli deyil, yoxsa cahildir və s. Çünki verdiyi hədiyyənin sonradan onun fəsada istifadə etməsinə səbəb olmalı deyil. Ona görə baxın, görün, qarşınızdakı insan kimdir? Yəni, o hansı hədiyyə verəcək və hədiyyəni necə istifadə edəcək? Bunu ölçün, biçin, ondan sonra da lazım olan hədiyyəni verin. Aleykum assalam və rəhmətullahi və bərəkatuhu. Ümumiyyətlə, biz dəfələrlə deyirik, hansı yuxu ki, zahirən o yuxu sizin xoşunuza gəlmədisə, yəni zahirən pis yuxular yozula bilirsə, biz hər dəfə deyirik, o yuxuları danışmayın. Yəni, burada da sizin yuxunuzda, yəni daha doğrusu Allah bilir, sehir, cadu olunmuş, oluna bilən belə bir vəsflər var. Yəni, zahir odur ki, yəni, bu yuxu yaxşı yuxu deyil. Ona görə biz bunu yozmayaq. Çünki yozulmalı, yaxşı ilə yozulmalı bir şey deyil. Yəni, tərk eləyin bunu və siz də bunu unudun geçsin. Və bir də yadınızda saxlayın ki, bu cür qaranlıq, xoşa gəlməyən yuxu gördünüz, dərhal onu unudun. Yəni, heç kimə danışmayın və unudun geçsin. Vəssalam. Və aleykum assalam və bərəkatuhu. Ümumiyyətlə, nə fərz namazlarında, nə sünnət namazlarında rukuda əstəğfurullah deyilmir. Rukun öz zikirləri var. Həm də rukudan qalxanın öz zikri var. Amma səcdəyə gəlincə isə 3 dəfə Subhan Rabbiyəl Alə dedikdən sonra səcdədə, istər fəzdə, istər sünnədə əstəğfurullah deyə bilər. Heç bir problem yoxdur. İkinci suala gəlincə isə kəlam əhli kimlərdir, ona necə tanım olar? Kəlam əhli günümüzdəki əşarilər, mətrudilər, hansı ki bunlar Allahın adı və sifətini yəni inkar eləmək üçün, ad və sifətləri Allahdan uzaqlaşdırmaq üçün söz oyunu oynayırlar. Burada bu buna dəlalət eləmir, orada ona dəlalət eləmir. Ərəbdən bu söz buna dəlalət edir, filan şey belə söz. Yəni, qısaca dedim ki, yəni niyə əşari məhduddular? Çünki sözləri fırlanıb təzədən gedib çıxacaq o kəlam əhlinin sözlərinin üzərinə. Yəni, sözü oynadırlar. Sözü oynadırlar ki, sözü öz yerindən uzaqlaşdırırlar ki, o tək ki ad və sifətləri və yaxud da ki, bəzi şəri əhkamları yəni tamamilə inkar edib uzaqlaşdırmadan ötəri. Yəni, bilin ki, kimlər ki, Quran və sünnədən kənara çıxırlarsa öz söz oyunları ilə hamısını yozun onlara geçsin.
Aleykum salam və bərəkət. Nafilə namazlar hansılar və necə qılınır deyərdiniz zəhmət olmasa. Əvvəla belə deyim də, var ratib sünnələr. Ratib sünnələr hansı sünnələrdir? Hansı ki İbn Ömər radiyallahu anhunun hədisində gəlir. Hansılardır? Sübh namazından əvvəl 2 rükət, zöhrdən əvvəl 4, sonra 2 rükət, məğribdən sonra 2 rükət, eşədən sonra 2 rükət. Bunlar ratib sünnədir ki, gündəlik qılınır. Nafilələr nədir? Nafilələr isə, bax bu, ratib və səbəb olmayan namazlar. Səbəb namazlar hansıdır? Meclisə girdin, meclis rükət, 2 rükət, meclis haqqı. Dəstəmaz aldın, dəstəmaz haqqı 2 rükət. Duha namazı, misal üçün, vitr namazlar. Bunlar hamısı səbəb namazlardır. Yəni, vitri səbəbdir deyənə. Nafilə namazlar isə, yəni nə ratib deyil, nə də səbəb namaz deyil. Misal üçün, deyək ki, sübh namazını qıldın, günəş çıxana qədər namaz qılmaq olmaz. Günəş çıxandan sonra, sübh namazından sonra, günəş çıxandan sonra, deməli, zöhrün zəvalına qədər, yəni günəş zenitdə olana qədər, nə qədər hissən nafilə namaz qıl. Və yaxud da ki, zöhrdən əsrə qədər nə qədər hissən qıl. Və yaxud da ki, məğribdən işəyə qədər, və yaxud da işədən gecəyə qədər nə qədər hissən qıl. Bunlar nafilə namazlar. Yəni, heç bir ratib sünnət deyil və səbəb namazı deyil. Qılınma forması necədir? 2 rükət. 2 rükət qılırsan, adi namaz kimi salam versən. 2 rükət qılırsan, salam versən. Bu da nafilə namazları və onların qılınma formasıdır. Aleykum salam və rəhmətullahi və bərəkatuhu. Ümumiyyətlə, hər bir insanın qədəri, onun ömrü, əcəli, ruzi, bədbəxt və ya xoşbəxt olması ana bətnində 4 aylığında olanda Allah Subhanahu taala mələk göndərir və mələk ona üfürür, ruh üfürür və bu 4 şeyi yazır. Yəni, bu Allahın təqdiridir, Allahın istəyidir. Yəni, heç kim özünə nə valideyn seçmir, heç kim özünə nə qədər seçmir, heç kim özünə nə əcəl seçmir, heç kim özünə nə ruzi seçmir. Bu hamısı Allah Subhanahu taala tərəfindən artıq biz dünyaya gəlməmişdən 4 ay əvvəl bu təqdir olunub. Sadəcə biz qədərimizə necə gedib çatırıq? Biz qədərimizə əməllərimizlə gedib çatırıq. Necə ki, Ömər ibn Xattab radiyallahu anh eşidəndə ki, Allah Rasulü sallallahu aleyhi və sələm dedi ki, insan dünyaya gəlməmişdən 50 min əvvəl hər şey yazılıb. Və onda Ömər ibn Xattab dedi, ya Rasulallah, əgər hər şey yazılıbsa, onda əməl niyə edirik? Allah Rasulü deyir ki, İ'məli kullun müyəssərun limə xuliqə ləh. Əməl edin, hər öz əməli ilə də qədərinə gedib çatır. Yəni, insanın məşəqqətli həyatı, sıxıntılı həyatı, təbii ki, Allah Subhanahu taala ona təqdir elədiyidir. Amma bunların özündə bir hikmət var. Bunların özündə insan üçün bir, belə deyim, cənnət üçün qazanmaq üçün bir şans var. Yəni, siz elə düşünməyin ki, varlı həyat yaxşı həyatdır. Varlı həyatın sıxıntısı kasıbçılıqdan daha çətindir. Çünki varlıya Allah Subhanahu taala var dövləti verir. Sonra Allah Subhanahu taala ona o kasıblarla imtahan eləyir ki, görsün həmən insan o var dövlətin onun kasıbları verəcək, verməyəcək və yaxud da ki, o var dövləti Allah yolunda xərcləyəcək, yoxsa asilik yolunda, şeytan yolunda xərcləyəcək, İslam yolunda mı xərcləyəcək, İslamın əleyhinə mi xərcləyəcək, bütün bunların sıxıntısı ən pisdir. Yəni, bir var sənin yoxundur, bir də var sənin varınla da şərrə tərəf xərcləyirsən, şərrə yönəldirsən və bunun da qiyamət günü sıxıntısı təbii ki, daha çətin. Ona görə insana Allah tərəfindən yazılan qədər, təbii ki, baxın, görün ki, hətta qədərə iman belə imanın rukunlarında var. Ona görə insan ona gələn bu sıxıntını, bu imtihanı çalışmalıdır ki, alnı açıq sıxıntıdan bu imtihandan keçsin. Aleykum salam və bərəkət. Ümumiyyətlə, oyuncaqlarda nöqtə qoymaq, yəni göz əvəzi və ya da ağız əvəzi xəssət çəkmək, yəni çalışmaq lazım ki, bunlar olmasın. Çünki bu gözdür, ağızdır, burundur, bu artıq oyuncağa surət verən vəsiflərdir. Ona görə hətta nöqtə olsa da belə çalışmaq lazım ki, yəni qoyulmasın. Aleykum salam və bərəkət. 12 yaşındakı oğlan uşağı hədd-buluğa çatmış oğlan uşağı deyil. Çünki oğlanlar 15 yaşında hədd-buluğa çatır. 14 olur, 15 tamam olan kimi hədd-buluğa çatırlar. Amma bəzi oğlanlar var ki, hətta 10 yaşında belə çox bilmiş olurlar.
Yəni onun həddi buluğa çatmağını gözləmək lazım deyil. O artıq qadın, kişi nədir anlayır edir. Ona görə əgər belə uşaqlardandırsa, yəni göz açıq uşaqlardandırsa, yəni təbii ki, bağlanmağı daha yaxşı. Yox, əgər baxırsa görəcək ki, bu 12 yaşında oğlan hələ qız, oğlan, halal, haram belə şeylərdən anlayışsa, uşaq kimisə, o zaman vacib deyil. Vacib deyil onun yanında örtünmək. Və aleykum əssalam və barakatuh. Ümumiyyətlə, namazın şərtləri nədir? Namazın şərtləri odur ki, o şərtlər tamamlanmasa, yəni namazın səhliyinə söhbət getmir. Ona görə şərtlər hökmən olmalıdır. Misal üçün, nədir o şərtlər? Müsəlman olması, həddi buluğa çatması, namazın vaxtının girməsi və yaxud da ki, insanın dəstəmazlı olması. Bunlar namazın şərtləridir. Yəni, o olmasa namaz səhih deyil. Onu yalnız və yalnız yeridən qılır. Amma rukunlara gəlincə isə, rukunlara, yəni yalnız insan təkbirətül ehramı, o rukunu tərk eləsə, namazı yenidən qılır. Yalnız onu. Amma qalan rukunları insan unutqanlıqdan və ya da bilərəkdən tərk edibsə, o zaman həmən rükəti yenidən rükət qılır. Yenidən bir rükət əlavə qılır. Yalnız təkbiratül ehramdan başqa, çünki təkbiratül ehram tərk olunarsa namaz yenidən qılınır. Amma digər rukunlar tərk olunarsa, o zaman bir rükət əlavə qılınır. Tam ki, Fatihəni oxumadı, tam ki, rukuya getmədi, tam ki, səcdəyə getmədi. Bu zaman artıq bir rükət əlavə qılır, həmən o tərk elədiyi rukun üçün. Onun vaciblərine gəlincə isə, vacibatlar bəli, səhv səcdəsi ilə düzəlir. Əgər hansısa bir vacibatı, misal üçün, tərk edibsə, o zaman bir rükət əlavə qılmağa ehtiyac yoxdur. Yalnız namaz qılır, namazın qılandan sonra ət-təhiyyəti ki, qutarır, hansı ki, sonra salam verməlidir. Ət-təhiyyətini qutarandan sonra, ondan sonra 2 dənə səhv səcdəsi edir, sonra isə sağa sola salam verir və bununla da namazı bitir. Aleykum əssalam və bərəkatuh. Yox, heç bir yenidən iqamə verməyə ehtiyac yoxdur. Yəni, əgər siz iqamə verib sonra kimsə nəsə soruşur, nəsə danışdırsa, yəni yenidən iqamə verməyə ehtiyac yoxdur. Həmən iqamə kifayət eləyir. Aleykum əssalam və bərəkatuh. Əgər istər kişi olsun, istər qadın, əgər zinadan tövbə ediblərsə, o zaman Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Ət-təybu minəz-zənbi kənnəmə lə zənbə ləhu. Yəni, günahdan tövbə edən sanki günahı yoxmuş kimidir. Çünki tövbə qapısı daimən açıqdır və insan bir əməlindən, istər zina, istər başqa bir əməldən tövbə edərsə, yəni sadiq tövbə edərsə, artıq o elədiyi günah onda olmamış kimi sayılır. Ona görə də bəli, yəni düzdür, həmən o zina eləyən qadın, zina eləyən kişi tövbə eləsə də belə, yəni o yaşadığı yerdə ona kimsə evlənməz, kimsə ona qız verməz. Əgər qız qadınsa, ona kimsə ailə qurmaz, oğlansa kimsə ona qız verməz. Ona görə o başqa bir şəhərə, başqa bir yerə köçsə eləsə, orada da öz tövbəsini izhar eləsə, yəni tövbəsində sadiq olsa, yəni dinli yaşayan insan olsa, inşallah ki, yəni orada da ailə qura bilər. Və orada da ailə quranda şərt deyil ki, bu, yəni həm də olmaz ki, bu öz haqqında desin ki, mən zina eləmişəm, mən sonra tövbə eləmişəm. Bunlara deməyə ehtiyac yoxdur. Və deməli də deyil və belə halda da bəli o olduğu yerdə də olmasa, başqa bir yerdə də ailə qura bilər Allahın izni ilə. Aleykum əssalam və bərəkatuh. Bəli, bəli, zeytun yağı, ruqyalı zeytun yağını bəli, yeməyə zada qalxıtmağında faydası var əlbəttə ki. Çünki insan onu yiyəcək, udacaq mədəsini, ona görə faydası var bəli. Yəni, eləmək də olar, icazədir. Daha doğrusu lazımdır. Çünki zeytun yağı neyinirlər ki? Zeytun yağını oxuyurlar ki, utsun, həmən adam utsun. Adam uda bilməyəndə də yeməyinə qatıb yedizdirirlər. Yeməyə salata qatırdırıb yedizdirirlər. Onun inşallah ki, faydası da olur. Aleykum əssalam və bərəkatuh. Əgər insan səfərdədirsə, o insan ya məğriblə işanı məğribə birləşdirə bilər, ya da məğriblə işanı işa namazdan birləşdirə bilər. Ona görə onun üçün problem yoxdur məğribin vaxtına qılmağı. İstəyir vaxtında məğriblə qılsın, istəyir işanın vaxtına çəksin. Yəni, ürəyi necə rahatsa elə də eləsin.
Və aleykumussalam və rahmetullahi və bərəkatuhu. Ümumiyyətlə, üçüncü adam iki nəfərin cəmaət namazına qoşulanda, yəni bildiyimiz qədər, yəni necə ki, bəzi alimlər zikr ediblər, açıq-aşkar sünnədən buna dəlil yoxdur. Yəni sən adamın çiynindən vurasan ki, o dala getsin. Bunu bəzi alimlər deyir ki, yəni o imamı ya əlinlə imamı qabağa çəkirsən, imam qabağa getsin, ya da yanındakının, yəni imama birləşənin çiynindən vursan ki, arxaya gəlsin. Ona görə yəni insan baxsın, əgər alınırsa imamı qabağa çəksin, çünki o daha belə optimaldır. Çünki ola bilsin ki, sən yanındakinin çiyninə vurasın, o başa düşməsin ki, bu nə məsələdir. Amma imamı qabağa itələyəndə imam artıq qabağa çəkə bilir. Yəni hər bir halda yəni bunların heç birinə bəzi alimlər dediyi kimi sünnədən aşkar dəlalət yoxdur. Amma bu rəylər deyənlər də alimlərdir. Aleykumussalam və rahmetullah. Bəli, bu məsələ Hənəfi məzhəbinə görə icazəli deyil, Hənəfi məzhəbinə görə. Amma digər məzhəblərə görə və səhih də olan budur ki, bəli, səhihdir. Yəni əgər bir insan namazdan imamdan ayrılıbsa, yəni imam salam verib qutararsa və bu məmum namazını davam edirsə, başqa birisi gəlib, yəni ona qoşula bilər. Yəni o məmum sonradan kimlər üçünsə imam ola bilər. Bəli, bu icazəlidir və bundan da heç bir qadağanı falan da yoxdur. Sadəcə Hənəfi məzhəbində, yəni bunu icazəli görmürlər. O da namazda olan niyyətlə bağlıdır. Amma digər məzhəblərə görürsə, bəli, bu səhihdir. Yəni eləmək də olar, heç bir problemi də yoxdur. Bir də eşitmişdim ki, əgər insan namazda gülərsə, namaz yenidən qılmaqdan əvvəl gedib dəstəmaz almalıdır, doğrudurmu? Ümumiyyətlə, bu namazda gülmək məsələsini, mücərrəd gülümsəmək və yaxud da gülmək, bu dəstəmazı pozmur. Baxmayaraq ki, namazı pozur, amma dəstəmazı pozmur. Bəzi məzhəblərdə şaqqana ilə, yəni ürəkdən şaqqana ilə gülüş dəstəmaz pozur. Onu da o gülməklə əsaslandırmırlar. Onu da onun əsaslandırırlar ki, insan dərin qəlbdən belə deyim, şaqqana ilə güləndə o sanki bir anlıq, yəni özünü itirmiş kimi olur. Yəni bu halda dəstəmazın pozulmaq ehtimalı olmağına görə deyilir. Necə ki, misal üçün bəzi insanlar dəhşət həyəcan anda özlərində olmurlar, nə baş verdiyini bilmirlər. Yəni o anda bəli ondan yel də çıxsa belə onun xəbəri olmur. Eləcə də şaqqana ilə gülənlər var ki, insan heç özlərini tam nəzarətdə saxlaya bilmirlər. Yəni bütün bədənlərin idarəçiliyini itirirlər. Hansı ki, belə halda da başqa bir fəsadlar da ortaya çıxır. Başqa bir özündən asılı olmayan problemlər də ortaya çıxır. Buna əsasən deyirlər, sırf gülməyin özündə yox. Əgər namazın özündə insan gülürsə, bəli, bu insanın namazını pozur. Dəstəmaz isə, necə fəqihlər dediyi kimi, dərin qəlbdən şaqqana çəkib güləndə pozur və onun da səbəbini zikr elədik. Aleykumussalam və rahmetullahi və bərəkatuhu. Bəli, bəzi alimlərin rəyinə əsasən, yəni rukuda Subhan Rabbiyal Azim və bihamdi və səcdə Subhan Rabbiyal Ələdən sonra, yəni 3 dəfə dedikdən sonra insan rukuda varid olan zikirləri elə eləyə bilər və həmçində səcdədə varid olan zikirləri eləyə bilər. Ancaq bir insan özündə, belə deyim, beynində artıq şablon qoyub, yəni bir vərəq qoyub, bunlar hökmən olunmalıdır. Etiqadı ilə, fikri ilə, düşüncəsi ilə bunları davamlı şəkildə edirsə, bəli, bu bidətə apara bilər. Amma insan bir arada bəzilərin deməklə inşallah sünnəyə riayət etmiş olar Allahın izni ilə. Aleykumussalam və rahmetullah və bərəkatuhu. Ümumiyyətlə bir insan şəri elmi öyrənəndə, istər Quran əzbərləyəndə, istər hədis əzbərləyəndə, istər ərəb dili öyrənsin və istər digər şəri elmlər öyrənəndə, onun ilk öncə niyyəti olmalıdır ki, yəni mən bu elmi Allah rızasına öyrənəm. Yəni niyyəti onun Allah rızası olmalıdır. Yəni mən elm əhli olum, məndən soruşsunlar, mənə müraciət eləsinlər, məni saysınlar, məni hörmət eləsinlər, mən. Bax, bu şeylərdən ötürü öyrənirsiniz, öyrənməsə yaxşıdır. Çünki bu elm onun xeyrinə yox, əleyhinə olacaq. Çünki bu elm onu fəsada aparacaq, şərə aparacaq, təkəbbürlüyə aparacaq. Yəni bu elm onu azdıracaq. Yəni Allah qorusun nələr qoşulacaq.
Bir də var ki, insan niyyəti olsun ki, mən elmi Allah üçün öyrənirəm və öyrənim ki, elm özümdən cəhaləti qaldırmaq üçün, öyrənim elmə əməl eləmək üçün, öyrənib elmə öz aləmə, əhlimə, qonşularıma, ətrafıma başa salmaq üçün, onları cəhalətdən qurtarmaq üçün inşallah bu niyyətdən öyrənə bilər, bəli. Eləcə də o elmlərdən bir də hədis elmidir ki, daha doğrusu hədis elmindən sualda verilən kimi hədis öyrənməkdir ki, bəli, insan da öyrənməli ki, bəli, bu Peyğəmbər s.ə.v-in kəlamlarıdır və onun hər biri Allahdan bir Peyğəmbərə bir vəhdir və hər bir hədis özü ayrı-ayrılıqda elmdir. Hər bir hədisdə ayrı-ayrı hikmətlər var, ayrı faydalar var. Hansı ki, insanın dünyaya doğuluşundan ölənə qədər bu elm insana fayda verir Allahın izni ilə. Aleykümselam. Ümumiyyətlə, ərəb dilində öyrənilən, əzbərlənənlə Azərbaycan dilində əzbərlənən eyni şey deyil. Yəni, Azərbaycan dilində sən oxuduğun, əzbərlədiyin o elm demək deyil. Elmin əsli, şəriətin əsli ərəb dilindən nazil olub. Yəni, Quran da, sünnədə, təfsirlər də, şərhlər də hamısı ərəb dilindədir. Yəni, kim əgər elm əhli olmaq istəyirsə, hökmən onlar ərəb dili öyrənməlidir ki, məslərində ərəb dilində bilsinlər, ərəb dilindən oxuya bilsinlər. Amma yox, kimlərsə ki, elm əhli olmaq istəmirlərsə, təbii ki, elə Azərbaycan dilində oxuyub, o ilə də kifayət edilə bilərlər. Aleykümselam, rahmetullah, bərəkatuhu. Ümumiyyətlə, bu iş haram bir iş deyil, haram bir iş deyil. Yəni, iki qardaşdır, yəni qardaşının birinin uşağı olmur, digəri öz uşağını verir, həmən öz qardaşına ki, o baxsın, böyütsün. Burada heç bir problem yoxdur. Sadəcə burada məsələ nədir? Burada məsələ odur ki, əgər qardaş öz uşağını öz qardaşına verirsə, əgər o oğlandırsa, oğlan uşağıdırsa, o həddi buluğa çatandan sonra öz əmisinin arvadından da əməhrəm olur. Çünki o ana kimi böyütsə də ana sayılmır da. Ona görə əgər onlar öz aralarında, yəni o qadın da ona məhrəm olmaq istəyirsə, yəni o yaxşı olar ki, həkimə getsin və bilmirəm hansısa süni yollarla, yəni süd olsun, həmən qadında süd olsun. Yəni sinəsindən süd gəlsin ki, qadın o uşağa, yəni heç olmasa 5 gün süd versin. 5 gün süd versin ki, uşaq ona uşağın süd anası sayılsın həmən qadın ki, böyüyəndə də aralarında məhrəmlik qalmasın, naməhrəmlik qalmasın. Yəni, bir-birinə məhrəm olsunlar. Yəni, bunu eləsə heç bir problem yoxdur. Yəni, sadəcə o uşaq həddi buluğa çıxdandan sonra onun həqiqi ata-anası kimdir, onu bildirmək lazımdır. Həqiqi ata-anası kimdir, onu bildirmək lazımdır ki, yəni nə səbəbdən bunu veriblər ki, öz əmsigil baxır. Yəni, belə bir haram bir şey yoxdur bu məsələdə. Yəni, olsa Allah pis olmaz. Çünki əgər onun, sizin qaynınız öz yoldaşını istəyirsə və ayrılmaq istəmirsə və hökmən uşaq istəyirlərsə, yəni bu fikir pis fikir deyil, yəni yaxşı fikirdir. Yəni eləmək olar. Bu dediyimiz şərtlər formasında eləmək olar. Aleykümselam, tullah, bərəkatuhu. Yaxşı olar ki, necə bəzi rivayətlərdə qeyd olunduğu kimi, insan sağa, soldan bir salam çox desin. Misal üçün, sağa deyəndə Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu, sola desin Əssəlamu aleykum və rəhmətullah. Hətta bəzi alimlərin rəyinə görə sağa deyilən qədər də sola da deyilə bilər. Yəni, heç bir problem yoxdur. Amma əksər rivayətlər, alimlərin üstün tutduğu, yəni sağa, soldan bir salam daha çox demək, daha bəyənilir, daha yaxşıdır. Aleykümselam, rahmetullah. Əgər siz ata evinə səfər məsafəsinə qət edirsinizsə, o zaman siz ata evində misafir kimi qılırsınız, öz yoldaşınızın evində isə tam qılırsınız. Yəni, əgər səfər məsafəsi, yəni 80 və 80 kilometrdən yuxarısı yox, əgər 80-dan azsa 20, 30, 40, bu zaman bu məsafə səfər məsafəsindən düşmədiyi üçün siz hər iki yerdə namazınızı tam qılırsınız. Aleykümselam. Belə bir sualım var. Ağrıya-ağrıya, baş ağrıya-ağrıya namaz qılmaq olar? Olar. Əgər ağrı dözümlü haldadırsa, olar. Yox, əgər dözümlü halda deyilsə, yarım saat, 1 saat dincəlib başın ağrısı keçəndən sonra
namazın qıla bilər, problem yoxdur. Əsas odur ki, namazı qəza halına keçirməsin. Tutam ki, zöhr birin yarısından girir, lap 4-də işləmişə kimdirsə, o ərəfələrdə qıla bilər, problem yoxdur. Əgər ağrı dözülməzdirsə, yarım saat, 1 saat dincini alsın, başına ağrı keçər, sonra qılar inşallah. İkinci sualım, məsələn, günorta namazını qıla bilmədim, o qəza namazı kimi sonra qılmaq olar. Bəli, əgər siz zöhrü qıla bilmədisə, artıq o əsrinin vaxtında qəza halında qılınır. Qılmaq da lazımdır. Və aleykumassalam. Ümumiyyətlə, sübh namazının 2 rükət fərzindən sonra əlavə namaz yoxdur. Yəni, sübhün fərzindən əvvəl 2 rükət var. Yəni, əzan verilir, əzan veriləndən sonra 2 rükət sübhün sünnəti qılınır, sonra isə 2 rükətdə sübhün fərzi qılınır. Bəli, bunu da davamlı etmək lazımdır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm heç vaxtı sübhün 2 rükət sünnətini tərk etməyib. Ona görə bəli, qılmaq olar. Burada heç bir bidət filandan söhbət getmir. Əksinə olaraq bu Muhammed sallallahu aleyhi və səlləmin əmrinə tabi olmaqdır. Aleykumassalam və bərəkatuhu. Yəni bu hədis deyil, Yəni bu Peyğəmbər sallallahu aleyhi və səlləmin kəlamı deyil, bu həmən o sələfdən varid olan həmən o sözdür. Amma bu da hədislərə əsaslanır. Çünki ümumilikdə hədislərə əsasən, yəni sələflər 40-a qədər çalışmağı, dünya üçün çalışmağı, işləməyi, azqa toplamağı, dünya azqasından ötürü çalışardılar. Amma 40-dan sonra isə daha çox ahirətə üstünlük verərlər. Çünki artıq insan 40-ı keçəndən sonra artıq yaşlanmağa, qəbrə daha yaxın olduğu üçün, ona görə onlar 40-dan sonra artıq ahirətlərini düşünərdilər. Ona görə bu Allahın izni ilə hədis deyil, amma ki, bir sələfin kəlamı kimi bəli, mötəbər səhihdir. Aleykumassalam və bərəkatuhu. Təbii ki, qardaşım, əgər 7 yaşlı oğlan uşağı əzanı düzgün formada verirsə, təbii ki, onun əzanı keçərlidir. Təbii ki, qardaş. Aleykumassalam və bərəkatuhu. Ümumiyyətlə, valideynlər gərək övladlarını öz küslü olduqları insanlarla üzdə qoymasınlar. Ola bilər, misal üçün, bir valideyn, hansısa bir valideynlə küslüydü, amma onların uşaqları bir-birlərinin dostlardılar, rəfiqələrdirlər. Heç vaxtı valideyn öz prinsipini uşaqlara təhsil etdirməli deyil. Çünki bu onların gələcəkdə tərbiyəsinə, psixologiyalarına pis təsir edir. Hər bir halda əgər valideyn bir ailə ilə kimlə küslüdürsə, əgər övladın onunla ünsiyyəti falanı varsa, təbii ki, əlaqəni kəsməsin. Salam da versin, salamını da alsın. Ümumiyyətlə, hər cahillərin elədiyi şeydir, cahillər eləyib deyə biz onu tərk eləməliyik deyilib, elə bir şey qayda yoxdur. Ona görə cahillərin hər elədiyi şey haram deyil ki, hər elədiyi şey şəriətə müxalif deyil ki. Yəni, belə qalsa, bəli, biz gərək çox şeylər tərk elə, bunu cahillər deyil. Yəni, biz bir cəmiyyətdə yaşayırıq. Biz ibadət əhli, onlar ibadət əhli deyil, amma bizim ortaq məxrəc adətlərimiz var, hansı ki, onlar da qeyri-müsəlman deyirlər, onlar da müsəlmandırlar. Amma bu baxımdan təbii ki, bəzətmədə bir problem yoxdur. Amma aşırı dərəcədə bəzək-düzəyə pullar vermək, məsəl üçün, ailələr var ki, görürsən ki, nişanda elə bir dənə o bəzək üçün, nə bilim, bisetka deyirlər, nə deyirlər, ondan bir dənə gətizdirirlər, nişanlılar oturmaq üçün bir dənə şəkil çəkdirəcəklər. Elə onun kirayəsi 600-700 manatdır və yaxud da ki, şarlara filan qədər pullar verirlər. Yəni, mən səhv eləmirəmsə, 1-2 il əvvəl idi, Şeyx Hovzan Həfizahullahın o barədə fətvası vardı, şallar barədə. Dedi, o israfdır, ondan çəkinmək daha yaxşıdır. Çünki o qədər şallara pul verirlər, görürsən ki, bir gün, 2 gündən sonra da, nə bilim, yox olub gedir. Bu baxımdan, israf baxımından çəkinmək daha yaxşıdır. Amma yox, yüngülvari şarlar bəzədəcək, hansı ki, sonra da, nişandan sonra da o şarları, məsəl üçün deyim ki, o balaca uşaqları verib aparacaqlar, evdə oynadacaqlarsa, israf olmayacaqsa, İnşallah bəzətmədə bir problem yoxdur. Nə olsun cahillər eləyir? Yəni, cahillərin həll elədiyi də şəriətə müxalif haram deyil ki. Ona görə eləyib israfın da qarşısını almaq lazımdır Allahın izni ilə.